120-də. 120'de İndi var. x kvadratı çıx 5xy üstə gələk 6y-in nəyinə? Kvadratına. Vuruqlara deyir ayrım. Bərabərdir. İndi baxırsınız ki 6y 6 heç nəyin kvadratı deyil axı. Düz deyilmi? Hə? Heç nəyin Bəli. kvadratı deyil. Vuranda bu olsun. Bax, vuranda 6 olsun. Vuranda axırıncı olsun. Toplayanda -5 olsun. Onda elə eləyin. Vuranda 6 olsun. Toplayanda -5 olsun. O hansı ədəddir? Tez vurmağına baxın. 2 vurulsun Ha, iki nə? var. Hə? Üç. Biraz diqqətli olun. 2 vurulsun nə? 3 nə eləyir? Müsbət 6 eləyirmi? Mənfi Evet, 2 ilə mənfi 3 toplayanda nə eləyir? -5. -5. 5. Elədimi belə? Bəli. İndi bunu necə parçalayacağam? X kvadratı çıx 2x çıx 3 xy çıx 3xy üstə gələk 6y-in nəyi? Kvadratı. Deməli, indi bunu necə yazacağım? Gəlin bununla bunu bir qruplaşdıraq, bununla bunu bir qruplaşdıraq. X kvadratı çıx 2xy-i bir qruplaşdıraq. 3xy mənfidirsə mötərizə xaricini çıxardanda, mötərizəyə salanda x işarə ilə girirmi? İndi x-dar hər ikisində var. X-i mötərizə xaricinə çıxartdım. Nə qaldı uşaqlar? 2y qaldı mı? Y-lər hər ikisində var. Ən kiçik mötərizə xaricinə. 3x çıxılsın 6. Ay müəllim, bu bizə heç nəyi vermədi ki. Elə promoy yazın. Bura baxın. Birbaşa yazın. Bu yolla da həlli var idi. Prosta ayrı-ayrı qruplaşdırardıq da gərək. Mən qruplaşdırdığımla uyğun gəlmədi. Deməli, x çıxılsın nə olacaq? 2y x çıxılsın nə olacaq? 3y. Всё. Mənfidirsə nə olur? X çıxılsın 2y. Eləmi olur? Bu bir yolu. Görək ikinci yolu onu deyirmi? X kvadrat çıxaq 2xy çıx 3xy üstə gələk 6y kvadratı. Bəlkə o deyil elə. Gəl bununla bunu bir qruplaşdıraq. Bununla bunu bir qruplaşdıraq. X kvadratın o birisindən alınmadı axı. Bu ikisi alınmadı axı. Ona görə belə qruplaşdırıram. 3xy bir də çıx mötərizə alanda nə olur? Əksi olurmu? Hə, uşaqlar? X-i mötərizə xaricinə verirəm. X çıxılsın nə oldu? 3y. 2y mötərizə xaricinə verirəm. X çıxılsın nə oldu? 3y. X çıxılsın 3y hər ikisində var. Mötərizə xaricinə verirəm. Nə oldu? X çıxılsın nə oldu? 2y oldu mu? Bu bir yolu, bu da bir yolu. Всё. A variant. İndi hansı asan gəlir ondan eləyim. Yaxşı. Nömrə 121-ə baxaq. İndi görək nömrə 121-də necə deyir. Necə eləyək bunu? 4xy üstə gələk 3y-in nəyi? Kvadratı. Vuruqlara deyir ayrım. Vuranda 3 olsun. Toplayanda -4 olsun. 3 vuraq birim nə eləyir? 3 eləyir. Vurulmağına baxın birinci. Bəs -3 ilə -1-i toplayanda nə eləyir? 4. Vuranda axırıncı olsun, toplayanda ortadakı olsun. Bax, belə yadınızda saxlayın. Yaxşımı? İndi bu nədir? X çıxılsın 3y, X çıxılsın y. Burada belə tapdıqmı? Bəli. X çıxılsın 3y. Oldu hansı variant? B variantı. B variantı.
İndi gəlin belə eləyək. Müəllim, mən belə eləyirəm. X-ı 3xy çıx xy plus 3y-in nəyi yazıram? Kvadratı yazıram. Müəllim, gəl bununla bunu bir qruplaşdıraq. Bununla bunu bir qruplaşdıraq. X-ı mötərizə xaricinə verirəm. X çıxılsın 3y qaldı mı? Hə? Bunu mötərizəyə verəndə xy plus 3y-in kvadratı olmurmu? Y-lərdə çıxardıram. X plus 3y oldu mu? Bəli. İndi baxın. X plus nə oldu? 3y. Plusdursa, burada da minus varsa, burada nə olmalıdır ki, minus minusa dəysin, bu üstə gələyi versin? Oldu mu belə? X çıxılsın 3y-lərdə mötərizə xaricinə çıxardıram. Hər ikisində elə olanları nə edirik? Mötərizə xaricinə çıxardırıq. Nə qaldı? Yenə bu qaldı da uşaqlar. Bir də izah eləyim mi? Xeyr, mən. Mən zəhmət olmasa bir də izah edeyim də. Aha. Nömrə, baxın, nömrə 121. Deyir ki, x kvadratı çıx 4xy üstə gələk 3y nəyi kvadratı. Vuranda nə eləsin? Axırıncı eləsin. 3 eləsin. Toplayanda nə eləsin? Toplayanda da ortadakı eləsin. Ortadakı nədir? 4. Mənfi 4'dür. Qabağına baxın. Bu da vuranda da nə olsun? Vuranda da nə olsun? Müsbət 3 olsun. Hansı ədədi vuranda 3 eləyir? 1. 3'ə vuranda da 3 eləyir. Bəs hansı ədədi? Bunların da mənfisini toplayanda nə eləyir? Mənfi 4 eləyir. İndi yazırsınız. X minus 3y, x plus 3y. Всё. Bu bir yolu. İkinci yolu. X kvadratı mənfi 3xy ilə mənfi 1. Mənfi 1 nə deməkdir? Yəni mənfi 1xy. Çıxanda mənfi 4xy eləyirmi? Hə? Bəli. Bərabərdir. Bəli. İndi nə edəcəm? Bununla bunu bir qruplaşdırıram, bununla bunu bir qruplaşdırıram. X-ları bunu da mötərizəyə alanda nə olur? Burada mənfi olurmu? Mötərizə alanda əks işarə ilə olur. Bəli. X-i mötərizə xaricinə çıxartdım. Nə qaldı burada? X çıxılsın 3y. Ən kiçik y-lər eynidir. Ən kiçik y üstü 1 budur, y üstü 2 budur. Ən kiçik mötərizə xaricinə çıxardıram. Nə qaldı? X çıxılsın 3y. X çıxılsın 3y burada, x çıxılsın 3y burada. Neynədim? Eynidirlər, mötərizə xaricinə çıxılır. Mötərizə xaricinə çıxartdım. Nə qaldı? X qalmadı mı? Mötərizə xaricinə Bəli. çıxartdım. Nə qaldı? Y qalmadı mı? Bəli. B variantı. B variantı. Всё. Başa düşdünüz? Necə elədim? Bəli. Aha. Bəli. Nömrə keçəyin 122-yə. Eyni misalları mən. Hə, səhv veribdir. 123-ə baxaq. A üstü n çıxılsın 5 üstü n. Y variantında A üstü 3n düzəldin uşaqlar. Onun üstündə 3 düzəldin. 2n yazılıbdır. 2'yi 3 düzəldin. Kimdə kitab varsa. Və burada A üstü 3n üstə gələk 5 üstü 3n. A üstü 2n üstə gələk 5 üstü n. A üstü n üstə gələk 5 üstü 2n. Bərabərdir. Bax, bununla bunu bir çıxağı bir üstə gələk. Yanaşı yazmaq olarmı? Düsturu xatırlatsın. Bir çıxaq, bir üstə gələk düsturunu xatırladırmı indi sizə? Hə? Bəli. Bir də vurulsun nədir? Bu deyilmi? Bunu da axırıncı yazıram. Всё, axırıncı yazdım. Bu nədir? Buradan bura nəyin açışıdır? A minus B.
A kvadratı çıxa B. Üstə gələk B kvadratı. Nəyin açılışıydı? açılışıdır da. Kubların. Kublar fərqinin. Birinci çıxmazsa çıxma olurdu. A-nın yerinə nə durur? A üstənin nəyi olacaq? Kubu. Çıxılsın. B-nin yerinə nə durur? B-nin yerinə nədir? 5 üstənin nəyi olacaq? Kubu. olacaq. İndi gəlin bunu siləyin. İndi A üstü 3n 5 üstü neçə oldu? 3n oldu mu uşaqlar? Bəli. Bu n-i 3'ə vurun. A üstü nə oldu? 3n. N-i 3'ə vurun. 5 üstü neçə oldu? O da 3n oldu. A üstü 3n-dən 5 üstü 3n. Bəs bir dənə çıxaq, bir dənə üstə gələk. Nəyin açılışıydı bu? Hə, yadınıza salın bir. Nəyin açılışıydı bu? A'nın kvadratı B-nin kvadratı. İndi A-nın yerinə nə durur? Kvadratı oldu mu? A-nın yerinə bu durur da. B-nin yerinə nə durur? 5n. Kvadratı. 5. İndi gəlin bunu açalım. Bərabərdir. A üstü neçə olur? Vurun. B üstü neçə olur? 6n. 6. Elə bizə də və yaxud belə yazın. Və yaxud belə yazın. Belə veribdir cavabı, bax. Belə veribdir cavabı. Bunu belə veribdir. O hansı cavabdır? Y variantıdır. Düz deyilmi? Hə? Bəli. Aha, nömrə 124-də baxalım. Nömrə 124-də A üstü 4 çıxılsın A-nın kvadratı. Çıx 2A, çıx nə verib? 1 verib. 1. İndi bunu neyniyəcəm? A üstü 4. Belə bir. Burada 1 çıxaq ola bilərmi axırıncı? Bu kvadratlar. Verməm. Ona görə mötərizəyə verəndə nə olur? İşarə nə olur? Dəyişir. Bu nəyin kvadratının kvadratıdır? A kvadratının mötərizə. Kvadratlara gətirirəm. Bəs bu nəyin açışıdır? A üstə gəl 1 mötərizə kvadrat. İndi bura baxın. Bu nədir? Bəs bu nədir? B'dir. İndi bu kvadratlar fərqi nəyə bərabərdir? Bir Toplamasına üstə 1. gələnə biri sağına. Çıxar. A-nın yerinə nə durur? A'nın A'nın kvadratı. B-nin yerinə nə durur? A üstə gəlsin 5. A-nın yerinə nə durur? A'nın kvadratı. Çıx. B-nin yerinə nə durur? A üstə gəlsin 1. Çıxdsa, onda burada nə olur? Çıx olur mu mötərizəni açanda? Siyon. Oldu mu belə? Vəssalam. O harda var? Müəllimə niyə üstə gəl bir yazdıq ki, şey değildi ki, A çıxaq B olmalı deyil, bir-birinə vurdu. Bu nəyin xatırladır? A-nın kvadratı çıxaq B-nin kvadratı düstur. Hə, bunun yerinə qoyaq da. Yerinə nə qoydum? A-nın yerinə nə qoydum? Nə durur? Hə, misal görmədim. Hə, bağışlayın. Misal yadımdan çıxdı. Vəssalam. İndi bunu təkrar bir də verirəm evə. Bir də verirəm. Nömrə, bəli. 114-dən 127-yə kimi. Eləyə bilərsinizmi? Təkrar bir də. Bəli, müəllimə.